Yaxşı, bəs tapma sənəti olacaq. Mən başına olacağım. O, uşaqlar, tez gəlmisiniz. Hə, yaxşı adam sözün üstünə gələr. Məndən danışırdınız. Yox. Nəysə. Qulaq asayı, harda dedin o qızıllar? Nə qızıllar? Deyəm bir dəqiqə. Qulaq asayı, o dağın başındadır. Biz oraya çıxacağıq. Gedirik, narahat olma. Sabah səhər 6-da biz orada olmalıyıq və o qızılları götürürük. Nə var da yox, nətərsən? Yaxşı uşaqlar, mən gedim. Zəh gəldi, getməliyəm. İndi gəlmə, şişir, çay içərdim. Gül kimi yolu qoyub dağa daşa dırmanmışam. Kül mənim başıma. Yum gözünü, sənə bir hədiyyəm var. Oyun oynadılar bizlə, qandık oyunlara, gözümüz kör oldu, hey, inandıq yalan. Zarafat elədim də, bugün 1 apreldə axı. Nə? 1 aprel? Gözümüz kör oldu, hey, inandıq. Belə dayanmağımıza baxmayın, güldük, amma sujeti izləyərkən güldük də, bitənə qədər gülüşümüz də bitdi. Hə? Hə. Rəşad müəllim, çox gülürdünüz. Mən, valla bu... Heç bilmədim nə baş bilmədim. Mən nə verir baş bilmədim. Amma bildim, yaxşı tarixi məbədləri var. Balakənin, tarixi sujet. Qonaqlarımız kimdir bugün tamaşaçılar arasında? Plakatlarınızı qaldırın görək. Ucardı, Saatlı, Balakən, aha Balakən buradadır. Masallı, Yevlaq, sonra kim var orada, kimsə görmədimsə. Hamını gördüm. İndi Coşqun müəllim, Rafael müəllim, Afakan, Balakən gəncləri bata orada arxadadılar. Biabırçılıq. Eşidirsiniz? Aha, sonra Afakan siz nə deyirsiniz? Bu qədər bəsit, bu qədər... Çox həddindən ziyadə çox, yəni belə gülüş gününə həsr edildiyinə görə çox sadə idi, çox belə, necə deyim, mən şəxsən heç gülümsəmədim də, nəinki gülmədim. Hərdən siz deyirsiniz, uşaqlar əziyyət çəkirlər. Burada doğrudan əziyyət çəkirlər. Əziyyət çəkirlər, bəli, amma... Yersiz əziyyət çəkirlər. Dağa çıxmışdı, çaydan yersiz bir əziyyət vardı burada.